Salam, hər vaxt xeyir olsun, dəyərli izləyicilər. Bu videoda sizlər üçün 5 aprel 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi, 9-lar üçün keçirdiyi buraxılış imtahanı riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Birinci sualımız demək 57-dən başlayır. Kubun neçə tili var? Kubun tillərinin sayı 4 bucaqlı prizm olduğuna görə 3 ilə tapılır. Yəni 3, 4, 12. 12 til olacaq. Doğru cavab C variantı olacaq. İkinci sualda əbub 30-36-nı tapın deyir. Ortaq vurğuların hasilidir. 30-dan 36-nın vurğuları ayırsaq elə şəkildə ayrılıb. 2, 3, 5. Bunda da 2, 2, 3, 3. Ortaq vurğular 2 vur 3, 6 olacaq. Doğru cavab A variantı olacaq. Nömrə sual. Yalnız Həsən Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Əlinin qazanma ehtimalının 2 mislidir. Buna görə yarışmanı əlinin qazanma ehtimalını tapın. Bu demək Həsən, Vüqar və Əli. Əli və Vüqar. Deyir ki, Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı. Bunların ehtimalların işarə eləyək. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Həsən Vüqarın 7 misli. Yəni x 7x yazıram bundan. Əlinin qazanma ehtimalının 2 mislidir. Onda Əliyə yazıram 3,5x. Çünki 7x götürmüşəmsə bu cür. Və yaxud da ki, bunu 2-yə vuraram hər birini. 2x, 7x, bu da 14x olar. İndi bizə deyir ki, buna görə yarışmanı əlinin qazanma ehtimalını tapın. Əlinin qazanma ehtimalı onda 7x, ümumi 14, 7, 2. 14, 7, 2 bu bizə verəcək ümumi 23. 23-dən 7-si Əliyə aiddir. Demək, doğru cavab C variantı olacaq. Növbəti sual, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Neçə faiz artdı? Demək, 30% bu aralarındakı fərq 12 olduğuna görə 12-ni bölürük əvvəlki qiymətə, vururuq 100-ə. Yəni, bu formada tapa bilərik. 3-dən 12 gedəcək, 4, 4, 10-un 40%. Yəni, o demək ki, 30-u 40% artırsaq, 42 alarıq. Demək, doğru cavab Y variantı olacaq. 61-ci sual deyir, funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Ordinat y-dir, yəni y-in yerinə 3 qoyacaq. Y-in yerinə 3 qoysaq 3 bərabərdir 5x minus 17 şəkildə də həll olunub. 5x bərabərdir 3 + 17 20-yə, x olacaq 4. Yəni doğru cavab Y variantı olacaq. 62-də k-nın hansı ən böyük qiymətində bu cəmi düzün kəsirdir? K rəqəmdir. Burada yazırıq 90-da 4k çıxılsın 4. Üstə gəlsin. Bunu yazıram 90-da K4 çıxılsın K. Bunu hesablasaq, ortaq mövzu gətirsək, 90-da 4K eləyəcək, 40 üstə gəlsin K çıxılsın 4. Üstə gəlsin, bu da 10K, üstə gəlsin 4 çıxılsın K. Bu da bizə nə verəcək? 90-da K, 10K, 11K. K'lar gedəcək burada. Qalacaq 10K. 4'lər də gedəcək burada. 10K üstə gəl 40. Düzgün kəsir olması üçün 10K üstə gəlsin 40. 90-dan kiçik olmalıdır. Demək, kiçik olmalıdır 90-dan. Onda 10K kiçik olmalıdır 50-dən. K kiçik olmalıdır 5-dən. 5-dən kiçik rəqəmlər 0, 1, 2, 3, 4. Yəni 5-dən, 5 ədəd olacaq. Yəni doğru cavab D variantı olacaq. 63-də tənklər sistemini həll edin. Y-in yerinə gətirib 2x qoyacaq. Olacaq 5x plus 2x bərabərdir 21. 7x 21 olacaq, x olacaq 3. X-in yerinə 3, onda y 2x olduğuna görə y-də 6 olacaq, 3, 6. Demək, B variantı olacaq. 64 dairənin radiusu 5 dəfə artar, sahəsi neçə dəfə artar? S pi r kvadratı olduğuna görə radiusun kvadratından asılıdır, 25 dəfə artacaq. Demək, doğru cavab Y variantı olacaq. 65-ci sual. A4-də 1 olarsa 3-sü -2, 3-sü 6. Əvvəl vurmanda əsaslar eyni olduğuna görə qüvvətlər toplanacaq, 3-sü 4A olacaq. A da 4-də 1 olduğuna görə 4A olacaq 1. Yəni 3-sü 1, 3 eləyəcək. Doğru cavab D variantı olacaq. 66-da 25-dən 5 çıxacaq, 10 eləyəcək. 16-dan 4, buradan 3 çıxacaq, 2-3-ündə 6. 6 + 6, 12, yəni D variantı olacaq. 67-də tənasib çarpaz vursaq, -3x bərabərdir 48, x olacaq -16, yəni doğru cavab A variantı. Növbəti 68-ci sual, düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən, demək düz xətdir, düz xəttdən 4 cm yerləşən məsafədən
Bu düz xəttə hər bir uzunluğu 5 olan 2 mail çəkilmişdir. Hər bir uzunluğu 5 olan 2 mail çəkilmişdir. Mailin oturacaqları arasında məsafənin 5, 4. Pifagor teoreminə görə burada 3 olacaq, burada 3 olacaq. Eyni qaydayla ümumi məsafə 6 olacaq. D variantı. 69-da Əbu Babi 5, A vur B 75 olarsa cəmini tapın. A vur B demək biz buradan C-ni tapa bilərik. Əbu Babi bərabərdir. Kök altında A vur B bölünsün C-dir. 75 bölünsün C-dir. Düsturdur. Əbu Babi bərabərdir. Kök altında AB böl C. Buradan kvadrat hissəsi 25 bərabərdir. 75 bölünsün C. C olacaq 3. C 3 olandan sonra C də ortaq olmayan vurğuların hasilidir. Demək burada bir hal var da, yəni 1 ilə 3 başqa bir hal yoxdur. Ortaq olmayan vurğuların hasilidir. İndi digər tərəfdən də Əbu Babi 5-dirsə, demək A 5K-dır. B də 5N-dir. Belə deyək. NK ortaq olmayan vurğulardır. Biri 1-dir, biri 3-dür. Biri 1-dir, biri 3-dürsə, biri 5 olacaq, biri də 15 olacaq. A plus B cəmi 20 olacaq. Yəni A variantı. 70-ci sual. 2x minus 1, 2x plus 1 bir fərq bir cəmdir. Yəni 4x kvadratı çıxılsın, 1 kvadratı 1 eləyəcək. Çıxılsın. Bunu da vurub atsaq 4x kvadratı mənfini də nəzərə alsaq burada üstəgəl 12 bərabərdir 35. 4x kvadratları gedəcək burada. Demək 12x daha doğrusu. Burada 12x bərabərdir 35 üstəgəl 1 36. Buradan x-in 3 olduğunu alarıq. Bizdən tənli həll edilir 3 olacaq. 71-də demək AC 7 verib. Bura 7-dir. CB də 14-dür. Bizdən AB-ni soruşur. 14 üstəgəl 7 21 olacaq. Yəni D variantı. 72-ci sual. Bucaq B ilə bucaq D bərabərdir. Sonra AB OC-yə bərabərdir. OC ilə AB bərabərdir. İkisi də 6-dır. AO 5 olarsa, AO 5 olarsa bizdən CD-ni istəyir. CDX. Onda qarşılıqlı bucaqlardır. Bunlar bir-birinə bərabərdir. Digər tərəfdən də bu birisi 3 bucağın 2 bucağı bərabər olduğuna görə bu birisi bucağı da bununla bərabər olacaq. Onda uyğun tərəflərin nisbətlərini yaza bilərik. Oxşar oldu. Bir xəttin qarşısında x-in, yuxarıdakında bir xəttin qarşısında 6-ya, daha doğrusu 2 xət qoymuşam bura. 6-ya, sonra bu birisində 6-nın da digərində 5-ə nisbətinə bərabər olacaq. 5-ə nisbətinə bərabər. Demək, burada biz işarə elədik. Bucaq D ilə bucaq B-nin bərabərliyini götürdük də. D-nin qarşısında 6-nın, B-nin qarşısında 5-ə nisbətinə bərabər olacaq. Bəli. 5x bərabərdir 36, buradan x bərabərdir. Bu da eləyəcək 7,2. X olacaq 7,2. Demək, qarşılıqlı bucaqlar bərabər oldu. X-in 6-ya nisbəti bərabərdir 6-nın da 5-ə nisbəti. 73-cü sual. Burada diqqət eləməliyik 3 minus kökdonun işarəsinə. 3 kökdondan balaca olduğuna görə mənfi ədəddir. Yəni mənfi ədədlər də gedəndə işarə dəyişir. X böyükdür 5,5 olunur. Ən kiçik tam həlli 6 olacaq. 74. Diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilmişdir. Bu olarsa B çıxanı. A ilə B-nin fərqi 2x plus 8-dir. Yəni 4 vurulsun 2x plus 8 bərabərdir n birləşməyə. Birləşmə də ümumi. 2x, 3x, 5x, o da 4x. 9x üstəgəlinsin 14. 9x üstəgəl 14. Onda bu olacaq 8x üstəgəlinsin 32. 9x üstəgəl 14-ə bərabərdir. Buradan x bərabərdir 18. X 18 olandan sonra B ilə A-nın fərqini istəyir. Buranı istəyir bizdən. X-in yenə 18 qoysaq 4 18-in 72 üstəgəl 5 77 doğru cavab olacaq. 75-ci sualda parçalayırıq. 4 vurulsun. 12 üstəni 4 üstəyin vurulsun 3 üstəyin yazarıq. 4 üstəni burada parçalanıb. Mən də elə bunun üstündən gedirəm. 2 üstəyin kimi. Məxrəcdə 3 üstəyin minus 1-i 3 üstəyin bölünsün 3 kimi yazıram. Bu 2 üstü 2-ni də 2 üstü ilə 2-yə vurulsun 2 kimi yazıram. 2 üstü 2-yin bunlardan gedir ixtisar. 3 üstəyin bundan gedir. 3 qalxır yuxarı 4-dən də 2 gedir. 2 qalır burada. 3 də yuxarı qalxanda 2 vur 3 6 olacaq. Yəni doğru cavab 6 olacaq. 76. ABCD düzbucaqlısında AM DM-ə perpendikulyardır. AB 6-dır. AB 6-dırsa demək burada 6-dır, burada 6-dır. AM 12-dir. AM 12-dir. Bir ADM neçə dərəcədir? Bu bucağı soruşur bizdən. ADM-in dərəcə ölçüsünü soruşur. 12-dirsə bura diqqət eləyək. Buradakı düzbucaqlı üçbucaqda və burada rənglədiyim düzbucaqlı üçbucaqda hipotenuz 12-dir. Katetin biri 6-dırsa demək 30, bura 30 dərəcədir.
30 dərəcə isə bura 60 dərəcə qalır. Çünki 90 ortadır, 60 qaldı. Bu da çarpaz olduğuna görə 60 ilə elə doğru cavab 60 dərəcə olacaq. 77. Rəhim birincinin kitabın 40%, ikincinin 5%, üçüncünün isə qalan 110 səhifə. Demək 45. 45 elədi. Qalan demək 55%. 110 olan ədədi tapmalıyıq. Bu da 110-u 55-ə bölürük. Vururuq 100-ə. Bu da 200 səhifə edir. Deyir, kitabda neçə səhifə var idi? 200 səhifə. Növbəti 78-ci suala diqqət edirik. Deyir, düz xətli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasında məsafə bərabərdir. Demək, hər qonşu iki ağac arasında məsafə bərabərdir. Ümumidə 85 ağacdır. 85 ağacdırsa bilirik ki, 85 ağacın 84 arası olur. 84 arası var. Çünki hər 2 dənə ağacın 1 dənə arası var, 3 dənə ağacın 2 dənə arası var. Yəni 1 dənə saydan az olur. İndi bizə deyir ki, A və B ağaclardan biri C-dir. Biri C-dir. A və C ağaclar arasında məsafənin, A və C arasındakı məsafənin götürürəm. Hər aranı 1K. Ümumi onda AB məsafəsi olacaq 84K. Deyir, A və C ağaclar arasında məsafənin C və B ağaclar arasındakı məsafəyə nisbəti 3-ün 4-dədir. Demək, A ilə C arasındakı məsafənin C və B ağaclar arasında məsafəyə nisbəti 3-ün 4-dədir. Arasındakı məsafə. 3M buranı götürürəm, 4M buranı götürürəm. Ümumi 7M edir. 7M bərabər edirəm 84K-ya. 7M 84K-dırsa, onda 1M-ə düşür 12K. Onda burada olur 12K-nı 3-ə vururam, edir 36K. 12K-nı 4-ə vururam, edir 48K. İndi bizə deyir ki, buna görə C ağacı A-dan başqa neçənci ağacdır? A-dan C neçənci ağacdır? Bu 36K arası varsa, biz ümumi 84K götürdük. Yəni hər aranı 1K götürmüşük. 36K-dırsa, demək A-dan C-yə qədər 37 dənə ağac var. 37 ağac. Bizdən soruşur, C ağacı A-dan başqa neçənci ağacdır? Demək, C 37-ci ağac olacaq. Demək, C cavab 37-ci olacaq. 79. İti bucağın tən böləni trapesiyanı iki oxşar üç bucağa ayırır. Demək, iti bucağın tən böləni alfa götürürəm, onda burada alfa olur. Artıq bura bərabər olur. Deyir ki, iki oxşar üç bucağa ayırır. Oturacaqlar 7, 28-dir. 28 isə 7-dirsə, onda burada 7 olacaq. Çünki dedik, iti bucağın tən böləni trapesiyanı iki oxşar üç bucağa ayırır. Diagonala düşməkdə özü iki oxşar üç bucağa ayrıldığına görə, yəni diagonala düşdüyünü deyə bilərik. Trapesiyanın perimetrini istəyir. Demək, perimetrin bizə bu tərəf lazımdır. Buradan bir iti bucağın tən böləni trapesiyanın iki oxşar üç bucağa ayırır. Oturacaqlar 7 və 28 olarsa trapesiyanın perimetrini tapın. Demək, burada deyir ki, oxşar üç bucağa ayırır dediyinə görə, bu görürük ki, bərabər yanlı üç bucaqdır. Bunun bərabər yanlı olduğunu, bu da bərabər yanlı olmalıdır. Çünki bu alfa deməmişik buna. Bu da bərabər yanlı olmalıdır. Burası alfadır. Görək, bu 28-ə bərabər olacaq bunun tərəfləri, yoxsa bu tərəflə bu tərəf bərabər olacaq. Baxaq ona görə indi hansı tərəf. Demək, buradakı bucaq iti bucaqdır 100%. İti bucaqdır. Görək, bu alfa olacaq, yoxsa yox. Demək, oxşardırsa bunun bir dənə kör bucağı olmalıdır. Burada çünki kör bucaq var. Kör bucaq olduğuna görə bura aşağıdakılar kör ola bilməz. Ona görə məcbur buradakı kördür. Demək, bura alfadırsa bura da alfadır. Onda bunun bu tərəfləri bərabərdir. Bu tərəflə bu tərəf bərabərdir. İndi biz nə edirik? Burada yazırıq ki, oxşarlığa görə yazıram ki, buranı x götürürəm. Bizə yan tərəf lazımdır. Alfanın qarşısındakı x-in, o birisində alfanın qarşısında 7-yə nisbəti. Bərabərdir. Bunda bura x götürmüşəmsə, burada x-dir, diagonalda x-dir. Bunda bir xəttin qarşısında 28-in, o birisində bir xəttin qarşısında x-a nisbətinə bərabər olacaq. Onda x kvadratı bərabərdir 7 vur 28. 28 də 7 vur 4 olduğuna görə kök çıxacaq 14. Yəni 14-ün kvadratı. 14, 7, 8, 56, 196 edir. Yəni x olacaq 14. Demək, bizdən bura oldu 14. 14 olduğuna görə 28, 7, 7, 14. Perimetrini istəyir. 14, 14. 28, o da 28, 56. Demək, perimetri olacaq 56.
Və 80-ci suala baxaq. Deyir ki, sahəsi bu olan düstura verilən düzbucaqlı formasında metal lövhədən sahəsi bu düstura verilən düzbucaqlı formasında hissə kəsilmişdir. Demək, düzbucaqlı hissə deyir kəsilmişdir. S1 hissə. Düzbucaqlı formasında hissə kəsilmişdir. Şəkildə verilənə əsasən qalan hissə n-nin ilə x ilə ifadə edin. X-in hansı ən kiçik tam qiymətli məsələnin həlli var? Demək, S2 ümumidir. Oradan S1 kəsilmişdir. M formasında metal lövhədən sahəsi M olan. Burada bilmirəm, şəkil düz buradan deyəsən kəsilib, tam görsənmir. Buradan səhvləməsə kəsilib. Deyir ki, düstura verilən düzbucaqlı formasında metal lövhədən sahəsi S1 olan düstura verilən düzbucaqlı formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin MN-ni X ilə ifadə edin. Qalan hissənin MN-ni. İndi S1-in eni var. S1-i biz vuruqlarına ayırsaq, S1-in orada S1 bərabərdir. X kvadratını çıxarsam X plus 1. 12-ni çıxarsam X plus 1. Və buradan da X plus 1 ayırsam, qalacaq X kvadratı plus 12. X kvadratı plus 12. X kvadratı plus 12. Demək, x plus 1, x kvadratı plus 12. Bizə nə verir burada? S2 də budur. S2 ümumidir. S2-ni də vurğularına ayırsaq, S2-də ümumidə nə var idi? S2-ni vurğularına ayırsaq, S2 bərabərdir. X kvadratını çıxarsaq, x plus 2. 8-i çıxarsaq, x plus 2. Burada olacaq, x plus 2 vurulsun, x kvadratı plus 8. S2-də x plus 2 vurulsun, x kvadratı plus 8. Düzbucaqlı formasının hissə kəsilsin. Şəkildə verilən hissənin qalan hissənin MN-ni x ilə ifadə edin. X-in hansı hissənin? Burada S2-dən S1-i çıxaq. Bu vurğuların heç birisi x-2 olmadığına görə. Demək, S1-in S2-dən S1-i çıxaq, tapaq qalan hissəni. S2 çıxılsın S1, qalan hissəni bizə verəcək. Qalan hissə ilə hərəkət edək. Demək, bu hissə x-2-dir. S2 çıx S1 nə verəcək bizə? S2 çıx S1. Verəcək bizə x kublar gedəcək. Qalacaq x kvadratı. 8x-dən 12x çıxanda mənfi 4x. 16-dan da 12 çıxanda müsbət 4. Bu da x-2-nin kvadratı edir. Demək, bura x-2-dirsə, M olan hissədə x-2 olacaq. X-2 olacaq. Şəkildə verilən hissənin qalan hissənin MN-ni x ilə ifadə edin. Demək, M x-2-yə bərabərdir. X-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var? X-in onda ən kiçik tam qiyməti 3 olacaq. Yəni 2 olsa olmayacaq, ümumiyyətlə bərabər olacaq. 3-dən başlayacaq X-in qiyməti. Demək, cavab 3 olacaq. Və 81-ci sonuncu suala baxırıq. 81 sondur da burada. Demək, 57-dən başlayır. Hə. 81-ci sual. Demək, tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Çevrə. Bunu çevrənin tənliyi formasına salaq. Çevrənin tənliyi x minus a-nın kvadratı üstəgəl y minus b-nin kvadratı bərabərdir r kvadratı üstündən tapılır. Burada yazırıq x minus 2-də 1-in kvadratı. Bir də y minus 2-də 5-in kvadratı. Bərabərdir. Bu 2-də 1-in kvadratı eləyəcək x kvadratı, daha doğrusu x plus 2-də 1. X kvadratı plus 2 plus 4-də 1. Yəni 0,125. 2-də 5 də x kvadratı, y kvadratı minus 5y plus 6,125. Yəni minus 6,125 də əlavə çıxaq oradan. Bu da eləyəcək 6,5. 6,5 elədiyinə görə, demək biz bura sol tərəfə 6,5 əlavə etmişik. Onda sağ tərəfə də əlavə eləməliyik. 29,5-in üstünə 6,5 gələcək. Bu da bizə verəcək 36. Demək, bərabərdir 36-ya. Bizə deyir ki, çevrənin daxilinə çəkilmiş kvadrat. Çevrənin daxilində, demək, çevrənin radiusu oldu 6. Daxilinə də kvadrat çəkilsə, radiusu 6-sa, bunun diametri diagonalından üst-üstə düşür. Onda diagonal olacaq 12. Kvadratın sahəsini istəyir, onda d kvadratı böl 2. Yəni 144-ün yarısı 72 olacaq. Belə dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkürlər. Sağ olun.